Deməli, sıfırdan zirvəyə riyaziyyat seriyamızın girişin paylaşmışdım, giriş videosunu paylaşmışdım. Artıq mövzu izahlarını paylaşmağa başlayacağım. Başlamışım daha doğrusu, davam edəcəm. Kanalda ətraflı hamısını yerləşdirəcəm. Mövzuların daxilində çox da belə ətraflı sual izahları olmasa da, düşünürəm ki, əlavə məsələn sual izahları da falan yerləşdirim. Bəzi sualların izah yollarını falan göstərəcəm. Kanala abunə olub videomu bəyənməyi unutmayın. Ümid edirəm maraqlı, belə faydalı və dəstək məqsədli bir, necə deyim, videolar olmuş olar. Bugünkü mövzumuz natural ədədlərdir. Təbii ki, bilirik ki, natural ədədlər riyaziyyatın giriş mövzusudur və bilməli olacağımız ən əsas məqamlardan biridir. Ümumiyyətlə, riyaziyyatı öyrənmək istəyirsə, yəni sıfırdan mükəmməl səviyyəyə qədər qalxmaq istəyiriksə, biz əsasları yaxşı bilməliyik. Yəni, natural ədədlərdə başlamaq üçün bizə əsasdır. Riyaziyyatın haradasa bir boşluğu olursa, sonra o ciddi problemlər yaşada bilər sizlərə. Deməli, natural ədədlər nədir? Natural ədədlər, bir şey deyim ki, mən dərslər, videolar maraqlı eləmək məqsədindən slayder hazırlamışam və bu slayder deməyək də, yəni təqdimatlar hazırlamışam və bu təqdimatlarda motivasiya məqsədli sözlər yazmışam. Bunları deyib sizi sıxmaq istəmirəm. Videonu saxlayıb özünüz də oxuya bilərsiniz. Mən elə keçirəm əsas izah olan hissiyat. Deməli, natural ədəd, yəqin ki, bilirik, bilməsək də mən vurğulayacağam. Saymaq üçün istifadə edədiyimiz ədədlərə biz natural ədədlər deyirik. Yəni, birdən başlayıb sayırıq sonsuzluğa qədər və bu saydığımız ədədlərə biz natural ədədlər deyirik. Yəqin ki, bilirik ki, natural ədədlər çoxluğu ən simvol, yəni ən hərfi ilə işarə olunur. Bunu bilməmək olmaz təbii ki. Dedik ki, nədir? Ardıcıl və sonsuzdur, yəni sonsuzluğa qədər davam edir. Daha sonra ən kiçik natural ədədimiz 1-dir. Bunu da bilirik. 0 natural ədəd deyil. Çoxsu bunu qarışdırır. Sayında götürür, sayır 0. Yəni 0-ı da o sayına daxil edir. 0-dan sayır 0, 1, 2, 3, 1, 2, 3, yəni sayır gedir də. Sonra da deyir ki, bəs mən 0-ı saymada istifadə edirəmsə, mən 0-ı niyə natural ədəd kimi götürmürəm? Natural ədəd bizim saya biləcəyimiz ədədlər çoxluğu. Yəni, qarşımda məsələn bir dənə alma var, mən buna deyirəm ki, mənim bir dənə almam var. Amma 0-dan bir şey ifadə edə bilmiyorum. Ona görə də 0-ı biz natural ədəd götürə bilmirik. İndi gələcək izahlarda biz haqqında danışacağız. 0 tam ədədlərə aiddir. Tam ədədlər çoxluğuna aiddir. Natural ədədlərin sinifləri var. Natural ədədlər tək və cüt olmaqla 2 hissəyə bölünür. Cüt ədədlər 2-yə qalıqsız bölünən ədədlər deyilir. Tək ədədlər 2-yə qalıqsız bölünməyən ədədlər deyilir. Məsələn, sual olaraq düşə bilər ki, tərif olaraq deyə bilər ki, bəs tək ədəd nədir? Tək ədəd nədir deyəndə deyəcək ki, nədir? 2-yə qalıqsız bölünməyən ədədlərdir. Cüt ədəd nədir? 2-yə qalıqsız bölünən ədədlərdir. Yəni, bu, məsələn, götürürəm 4. 4 2-yə tam bölünür, cüt ədəddir. Məsələn, götürürəm 5. 5 2-yə tam bölünür, yəni qalıq alındığına görə biz buna tək ədəd deyirik. Mənfi ədədlər və 0 nə tək nə də cüt deyil. Çünki tək və cüt olmaq natural ədədlərə aiddir. 0 və mənfi ədədlər natural ədədlər çoxluğuna aid deyil. Onlar tam ədədlər çoxluğuna aiddir. Daha sonra burada sadə və mürəkkəb ədədlər var. Sadə və mürəkkəb ədədlər nədir? Yalnız 1-ə və özünə bölünən ədədlərə biz sadə ədədlər deyirik. Yəni, məsələn, götürək 7-ni, 7 1-ə və yalnız 7-ə bölünür, yəni özünə bölünür. Bu səbəbdən də biz deyirik ki, 7 nədir? Sadə ədəddir. Mürəkkəb ədəd 2-dən çox böləni olan ədədlərə deyilir. Məsələn, 14-ü götürsəm, 14-ün 4 dənə böləni var. 1, 14, 7, 1 də 2. Yəni, bunun 2-dən çox böləni olduğuna görə biz 14-ü nə deyirik? Mürəkkəb ədəd olaraq adlandırırıq. 1 nə sadə, nə də mürəkkəb ədəddir. Çünki 1-in bir dənə böləni var, o da özüdür. Yəni, biz şərtlərdə dedik ki, 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyirik. Yəni, gördüyünüz kimi 2 dənə böləni oldu. 2-dən çox böləni olanda isə mürəkkəb ədədlər adlanır. Burada da 1-in bir dənə böləni olduğuna görə biz 1-i nə sadə, nə də mürəkkəb ədəd adlandıra bilmirik. Daha sonra qarışdırdığımız məqamlardan biri də ədədin bölənləri və bölünənləri var. Bölən nədir? Yəni, gördüyünüz kimi bölür. Yəni, məsələn, mənim 10 dənə almam var. Mən bunu 2 hissəyə böldüm. Mənim burada bölən nə oldu? 2 oldu. Yəni, 2 hissəyə böldüm. Məsələn, 5-i yedim, 5-i qaldı. Bölən olaraq bizim bölənimiz oldu 2. Onun bölənləri deyəndə biz, yəni, onu bölə biləcək ədədlər götürürük. Yəni, burada gördüyünüz kimi qeyd eləmişəm. 1-i, 2-ni, 5-i və 10-u götürmüşəm. Onun bölünənləri deyəndə nə nəzərdə tutulur? Ona bölünə biləcək ədədlər. Yəni, burada gördüyünüz kimi qeyd eləmişəm 10, 20, 30, 40,
40-ı qeyd etmişəm. Bunu davam etdirə bilərdim. Sadəcə yəni burada nümunə olaraq vermişəm. Bölən ədəddən kiçik və ədədə bərabər olur. Bu qaydaları mütləq bilin, yadda saxlayın. Ədədin natural bölənləri sonlu saydadır. Bu haqqda da danışacağıq, natural bölənlər haqqında. Bölünən ədəddən böyük və ya ədədə bərabərdir. Ədədin bölünənləri sonsuz saydadır. Burada belə ciddi çətinlik çəkiləcək bir məqam yoxdur və ədədin onluq yazılışının artışları mütləqdir. Çünki test toplusunda, sınavlarda, ümumiyyətlə imtahanda necə deyim, ən çox qarşılanan bir sual tiplərindən biridir. Burada gördüyünüz kimi mən sənə 2 rəqəmli ədəd deyir ki, yəni AB üstü xətt və üstü xətt verəndə bilin ki, bu ədədin onluq şəkildə yazılışıdır. AB üstü xətt verəndə bu AB üstü xəttin açışı 10A plus B-dir. Yəni bizə istənilən verilən 2 rəqəmli bir ədədin açışı 10A plus B-dir. Yəni məsələn götürürəm mən 23-ü. 23-ün açışı bizdə necədir? 2 vurulsun 10, üstə gəlsin 3 şəklindədir. Yəni bu da onu deyir ki, bu onluq açış yəni onu göstərir. Burada gördüyünüz kimi onu çıxsam, məndə A2-dir, B-də 3-ə bərabərdir. Yəni çətinlik çəkəcək bir məqamlar yoxdur. Qaydalar biləndən sonra həqiqətən yəni necə deyim, oxumaq ümumiyyətlə tətbiq eləmək çox rahat olur. Daha sonra bölmə əlamətləri var. Natural ədədlərin ən əsas necə deyim, qaydalarından biridir ki, bölmə əlamətləri mütləq bilmək lazımdır. Topluda da qarşımıza çıxır. 2-yə bölünmə əlaməti necədir? Ədədin son rəqəmi cüt olarsa ədəd 2-yə bölünür. Yəni buna 0, 2, 4, 6, 8 burada qeyd etmişəm. Yəni ədədin sonu bu ədədlər olsun. Məsələn götürək 12. 12 2-yə bölünür. Nəyə görə? 12-nin son rəqəmi 2-dir. 3-ə bölünmə əlamətləri. 3-ə bölünmə əlaməti biraz fərqlidir. Biz burada ədədin cəminin 3-ə bölünməsini, yəni götürək məsələn bir dənə ədəd 39. 39 3-ə bölünür. Nəyə görə? Çünki 3 ilə 9-un cəmi 12 verir. 12 3-ə bölündüyünə görə də 39 3-ə bölünür. 4-ə bölünmə əlaməti cüt ola bilər, yəni 4 cüt ola bilər, yəni bölünmə əlaməti olaraq, amma 2 bölünmə əlamətinə oxşamır. Burada biz ədədin son 2 rəqəmini götürürük və 4-ə bölünürsə bütün ədəd 4-ə bölünəcək. Məsələn 2 rəqəmli ədədləri böləcək. Məsələn götürək bir dənə 3 rəqəmli ədəd 124. 124 4-ə bölünəcək. Nəyə görə? Çünki son 2 rəqəm, yəni 24 4-ə bölünür. 24 4-ə bölünəndə, yəni 24 4-ə bölünürsə, deməli 124 də necə 4-ə bölünmüş olacaq. 5-ə bölünmə əlaməti asandır. 5-ə bölünmə əlamətində biz ədədin sonu 0 və ya 5 ilə bitirsə, ədəd 5-ə bölünəcək. Məsələn 10 sonu 0 ilə bitir 5-ə bölünür. Məsələn 55 sonu 5 ilə bitir deyənə 5-ə də bölünmüş olur. 6-ya bölünmə əlaməti. 6-ya bölünmə əlamətində, yəni 6-nın vurulları nədir? 2 ilə 3-dür. Yəni ədədin 6-ya bölünməsindən ötürü ədəd 2 və 3-ə bölünməlidir. 2-yə bölünmə əlamətində dedik ki, sonu cüt rəqəm olmalıdır. 3-ə bölünmə əlamətində də rəqəmlər cəmi 3-ə bölünməlidir. Məsələn götürsəm 36-nı, 36 hər iki şərt ödəyir. Həm sonu cütdür, yəni 6-dır. Rəqəmlər cəmi də 9-dur. Yəni 2-yə və 3-ə bölündüyünə görə 6-ya da nə edir? Bölünmüş olur. Daha sonra burada 8-ə bölünmə əlaməti var. 8-ə bölünmə əlaməti də necə deyim, 4-ə bölünmə əlamətinə indi, amma biz burada sondayı 3 rəqəmi götürürük. Əgər sondayı 3 rəqəm 8-ə bölünürsə, ədəd 8-ə tam bölünəcək. 9-a bölünmə əlaməti də 3-ə bölünmə əlamətinə indi, ədədin rəqəmləri cəmi 9-a bölünürsə, ədəd 9-a tam bölünəcək. 10-a bölünmə əlamətində isə ədədin sonu 0 ilə bitirsə, ədəd 10-a bölünür. Məsələn 100 10-a bölünür, məsələn 50 10-a bölünür. Nəyə görə? Çünki sonu nə ilə bitir? 0 ilə bitir. Burada vurulamağı unutmuşam, yəni qeyd olaraq verməyi unutmuşam. Əlavə olaraq məsələn 11-ə bölünmə əlaməti falan da qarşımıza çıxır. 11-ə bölünmə əlaməti necədir? Məsələn standart ədədimiz olsun 121. Ədədin cüt yerdə duran rəqəmlərin cəmi tək yerdə duran rəqəmlərin cəminə bərabərsə, ədəd 11-ə bölünür. Yəni burada 121-də 2 1 ilə 1-in cəminə bərabər olduğuna görə, yəni bizdə verilən şərti ödədiyinə görə ədəd nə edəcək? 11-ə tam bölünmüş olacaq. Burada daha sonra qalıqsız və qalıqlı bölmə var. Ümumiyyətlə bölmə nədir? A bölünsün B bərabər C şəklində göstərilən, yəni ifadəyə biz bölmə deyirik. Burada A bölünəndir, B bölünəndir, C qismətdir. Yəni A B ilə C-nin hasilinə bərabərdir. Yəni riyaziyyatda unutmayın ki, hər bir qayda, düstur qayda, hər bir deməkdə düstur və qaydalar bir-birini tamamlayır, əvəzləyir. İndi qarşı videolarda da, qarşı dərsdə də danışacağıq. Məsələn, isbatları da biz elə necə veririk? Bir düsturun digər düsturu, yəni qaydanın təsdiqləməsinə veririk. Burada qalıqlı bölmədə nə olur? Bir dənə qalığımız olur. Burada bölən necə tapırıq? Burada artıq ortaya qalıq yerinə görə biz B ilə C-nin, yəni bölənlə qismətin hasilini tapıb üzərinə qalıq gəlirik. Yəni üzərinə qalıq gəlməsək bizdə nəticə almayacaq. Yəni biz bölünəni tapa bilməyəcəyik.
Bölən 4 burada misal olaraq yerləşdirilib. Natamam qisməti 2 və qalıb 3 olarsa, bölünəni tapın. Nə edirik? Dediyim kimi 4-ü 2-yə vururuq, üstünə 3 gəlir. Yəni bizim üstünə 3 gəlmək üçün mütləq vacibdir. Daha sonra bəzi qaydalarda falan qarşınıza çıxa bilər. Bu kiçik məqamlara mütləq diqqət edin. Qalıq böləndən kiçik olmalıdır. Ədədin sadə vurğulara ayrılması var. Ədədi sadə vurğulara ayırmaq üçün nə edirik? Görürsünüz ki, burada mən standart ədəd olaraq 24 götürmüşəm və qeyd eləmişəm. Ədədi ən kiçik vurğudan başlayaraq, yəni 2-dən başlayaraq bölməyə başlayırıq. Əgər 2-yə bölmüşsə, məsələn burada 24-ün yerinə 39 dursa, mən bu sadə vurğu ayırmaq üçün mən bunu artıq 3-ə bölərək başlamalıyam. 24-ü vermişəm. Gördüyünüz kimi 2-yə böləcəmişəm. 2-yə bölmüşəm 12, 12-ni 2-yə bölmüşəm 6, 6-ni 2-yə bölmüşəm 3. Buradan da son olaraq 1 qalıb. Burada sadə vurğularımın sayı 4 dənədir. Yəni 3 dənə 2 var, bir dənə də 3 var. Sadə vurğu sayım 4-dür. Müxtəlif sadə vurğularımın sayı ilə sadə bölənlərimin sayı 2-dir. Yəni bunların hər ikisi də burada bizdə 2 ilə 3 olacaq. Yəni, müxtəlif dediyinə görə sadə vurğularımın sayı 2 ilə 3 olacaq. Müxtəlif sadə vurğularımın sayı 2 ilə 3 olacaq. Sadə bölənlərimin sayı da 2 ilə 3 olmuş olacaq. Məsələn, çoxunuz qarışdırırsınız, sadə bölən deyəndə bunların hamısını götürürsünüz. Onları götürməyə ehtiyac yoxdur. Sadə bölən deyirsə elə 2 ilə 3 götürürük. Bizdə yəni cavabı vermiş olur. Ədədin müxtəlif sadə vurğuları və sadə bölənlərin sayının eynidir. Gördüyünüz kimi burada da qeyd olunub. Qarşılıqlı sadə ədədlər var. Natural ədədlərin necə deyim, ən mühüm dərslərindən biridir. Tərif olaraq belə deyir ki, vahiddən başqa ortaq sadə vurğu olmayan ədədlərə biz qarşılıqlı sadə ədədlər deyirik. Məsələn, 12 ilə 25 qarşılıqlı sadə ədəddir. Çünki gördüyünüz kimi ortaq sadə vurğu yoxdur. 12-nin sadə vurğuları 2, 2, 3-dür. 25-in sadə vurğuları 5, 5-dir. Ortaq sadə vurğu olmadığına görə bu ədədlərə biz qarşılıqlı sadə ədədlər deyirik. Qeyd olaraq da bildirirəm ki, 2 ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir, 2 ardıcıl tək ədəd qarşılıqlı sadə ədəddir. Məsələn, 18 ilə 19 qarşılıqlı sadə ədəddir və yaxud da 21 ilə 23 qarşılıqlı sadə ədəddir. Nəyə görə? Burada qeyddə verilən şərtləri ödədiyinə görə bu ədədlər qarşılıqlı sadə ədədlərdir. Əbab var, ən böyük ortaq bölən, mütləq ki, topluda falan çox çıxır qarşımıza. Çətin deyil əslində, sadəcə qaydanı düsturları bilsək, həll eləmək, yəni vəziyyətdən çıxış yolu tapmaq çox asandır. A və B natural ədədlərin hər ikisinin bölündüyü ən böyük natural ədəd A və B-nin ən böyük ortaq böləni deyilir və əbab AB kimi işarə olunur. A və B ədədləri sadə vurğulara ayrılır və ortaq sadə vurğuların hasili götürür. Yəni deməli biz əbabı tapmaq üçün nə edirik? Sadəcə ortaq sadə vurğuların hasilini tapırıq. Yuxarıda da sadə vurğulara ayırma haqqında, sadə vurğu haqqında danışdıq. Məsələn, burada yenə 24 ilə 30-u götürmüşəm. 24-ü yuxarıda ayırmışdıq. Sadə vurğuları 2, 2, 2, 3-dür. 30-un sadə vurğuları nədir? 2, 3, 5-dir. Burada indi biz dedik nə dedik? Ortaq sadə vurğuların hasili götürülür. Ortaq sadə vurğularımız hansılardır? Bunda bir dənə 2 var, bunda da bir dənə 2 var. Görürsünüz ki, 2-ni yazdım. 5-lər ortaq deyil, çıxdım. Bir dənə 3-dür ortağımız, 3-ü də gətirmə yazdım. 2 ilə 3-ün hasilini yazdım ki, 6 eləyəm. Bu 2-ləri daha götürmürəm. Mən nə dedim? Dedim ki, ortaq sadə vurğuların hasili götürülür. Daha sonra burada məsələn, indi çoxsu bunu qarışdırır, deyir ki, bəs 2 ortaqda, amma burada söhbət nədən gedir? Məsələn, 30-da bir dənə 2 var, amma 24-də 3 dənə 2 var. Sən bir dənə 2-ni götürəsən. Nəyə görə? Çünki bir dənə ortaqları var. Çox vaxt qarışdırırlar, götürürlər, məsələn, 3 dənə də 2-ni vururlarkən bu yenə də ortaqda. Yox, bu tipli səhvlərə yer verməyin, çünki həqiqətən yəni bağışlanmaz səhvlərdir. Ən kiçik ortaq bölünən əkob. Əkobda artıq hesablama biraz dəyişəcək, yəni əkobun tapılma qaydası biraz dəyişəcək. A və B natural ədədlərin hər ikisinə bölünən ən kiçik natural ədəd biz AB-nin ən kiçik ortaq bölünən deyirik və əkob AB kimi işarə olunur. Yenə sadə vurğulara ayrılır. Ümumiyyətlə, əbub və əkobun adı keçirsə, ədədlər sadə vurğulara ayrılması ki, siz əbub və əkobu müəyyən edə biləsiniz, tapa biləsiniz. Ədədlərdən birini götürürük, digər ədədin isə götürdüyümüz ədəddə olmayan vurğularını götürüb hasil tapırıq. Deməli, nə edirik? Ədəddə olmayan vurğuları götürüb hasil tapırıq. 24 ilə 30 yenə burada qeyd edilmişəm. Mən götürmüşəm məsələn 30-u. Götürülüb 30. Nə dedik şərtdə? Ədəddə olmayan vurğuları götürüb. Deməli 2 vardı, bu 2-ni çıxdım. 3 vardı, 3-ü çıxdım. Bu ədədi götürmüşəm də. Daha 5-ə baxmırıq. Çünki mən bu ədədi götürmüşəm. Dedim axı, ədəddə olmayan vurğuları götürüb hasil tapılır. Hansı vurğularım qaldı? Deməli 2-dən 2 qaldı burada. 30-da bu 2-dən 2-yə vururam. Cavabı tapıram nədir? 120. Burada daha sonra danışa bilərik ortaq olmayan vurğuların hasili haqqında. Bu düsturlarda, bu və əkobun tapılması düsturlarında bizə çox lazım olacaq. Ona görə də mütləq bilməliyik. Ortaq olmayan vurğuların hasili necə tapılır? Yəni, sadə vurğuları artıq ayrılmağı bildik.
Ortaq olmayan vurğular. İkilərimiz ortaqdır, ikilər çıxdıq. Üçlərimiz ortaqdır, üçlər çıxdıq. Yerdə nə qaldı? Buradan 2-dən 2 qaldı. Buradan 1-dən 5. 2 vurulsun, 2 vurulsun 5 bizdə nəyi verəcək? 20-ni vermiş olacaq. Əbu və Əkobun düsturları var. Əbu və Əkobun düsturlarını bilsək, ümumiyyətlə bilməmiz lazımdır. Çünki topluda, nə bilim sınavlarda falan qarşımıza çox çıxır. Səni verir, deyir ki, bəs Əbu və Əkobu tap, hesabla. Yəni mütləq bilməliyik. Ardıcı iki cüsələrin əbubu 2-yə bərabərdir. Yəni qarşımıza çıxa bilər. Əgər məsələn bu şəkildə verilərsə, hər ikisində ortaq vurğu olur. Yəni bu şəkildə bir əmsal verilərsə, K əmsal verirsə, ortaq vurğu verilərsə, K vurulsun A, K vurulsun B, K-nı biz yəni xaricə çıxardıb, əbubu tapıb, sonra K-nı əbuba vura bilirik. Eyni qayda ilə Əkobda da eləyə bilirik. Əbub AB ilə Əkob AB-nin hasili AB-ni verir bizə. Yəni bu da mütləq bilməli olacağımız bir qaydalardandır. Əkobun əbuba olan nisbəti bizdə C-ni verir. Ortaq olmayan sadə vurğuların hasilini verir. Gördüyünüz kimi burada qeyd etmişəm. Söz gedən düsturlar nədir? Əbub AB-ni tapmaq üçün əgər bizə C verilərsə, AB verilərsə və desə ki, AB-ni tapın. Biz bu şəkildə hesablamalıyıq ki, əbubumuz kök altda AB bölünsün C və bir dənə də yol deyim. Burada əbubdan söhbət gedir. Yəni bu düsturları yadda saxlamaqda çətinlik çəkiriksə, söhbət əbubdan gedir də. Əbub nədir? Bizdə kiçik olan qiymətdir. Yəni bölmə əməli varsa, orada mütləq qiymət kiçik olsa. Əkobdan nə edirik? Biz böyüyü tapırıq. Yəni yadınızda saxlayın ki, əkob gedirsə, yəni biz böyüyü tapırıqsa, deməli kök altında vurma olacaq. A, B, C. Yəni vurma varsa bizim böyük qiyməti alma ehtimalımız çoxdur. Yəni biz böyük qiyməti vurma ilə ala bilirik. Bilmirəm, indi izah edə bilmirəm. Əbubdan söhbət keçsə, kiçik qiymət alırsa, burada artıq bölmə olacaq. AB-ni biz C-yə böləcək və mütləq kökün altını unutmayın. Kökün altını unutsaz, yəni cavabınız mütləq ki, səhv olacaq. Əbub AB 1-ə. Bu nə vaxt yəni ödənilir? 2 ədədin əbubun 1 olması. Yuxarıda qarşılıqlı sadə ədədlər haqqında danışırıq. Dedik ki, birdən başqa ortaq vurğu olmayan ədədlərə biz qarşılıqlı sadə ədədlər deyirik. Qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir, Əkobu onların hadisinə bərabərdir. Burada da gördüyünüz kimi qeyd olunur ki, əbubu 1-ə, Əkobu onların hadisinə bərabərdir. Daha sonra burada çox qarşımıza çıxmasında 2 dənə düstur vurğulamışam, qeyd etmişəm. Bunları deməyəcəm, amma siz yenə də videonu saxlayıb, istəsəz göz yazdıra bilərsiniz. Aşağıda əlavələrimiz var. Natural bölənlər haqqında danışmışdıq. Ədədi sadə vurğulara ayırmanı öyrəndik. Sadə vurğulara ayırıb qüvvət şəklində biz bunu göstəririk. Yaxınlaşdırım. Ədədi sadə vurğulara ayırıb qüvvət şəklində göstəririk. Görürsünüz, burada var. A üstü M vurulsun, B üstü M vurulsun, C üstü K. Daha sonra natural bölənlərin sayını necə tapırıq? Qüvvətlərin üstünə 1 gəlib hasilini tapırıq. Tam bölənlərin sayını tapmaq üçün onu 2-yə vururuq. Tam bölən dedikdə normal natural bölənlərin əksini götürürük. Yəni mənfi natural bölənləri də götürürük. Bu səbəbdən 2-yə vurulur. A-dan kiçik A ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün və yaxud da indi kəsrə bölməsində bu qarşılıqlı çox çıxacaq. Deyir ki, A məxrəci məsələn A olan ixtisar olunmayan düzgün kəsrlərin sayını falan tapın. Bunu da yine eyni qaydada tapırıq. Yəni qarşılıqlı sadə ədədlərini tapırıq. Deməli düsturumuz necədir? A vurulsun, yəni ədəd vurulsun. A da yəni ki, bilirsiniz ki, bu yuxarıda bildirdiyimiz adı, yəni 1 A üstündə gedir bütün qaydalar. Deyir ki, bu ədədi vurursan nəyə? 1 çıxılsın, 1 bölünsün A-ya. Gördüyünüz kimi burada qeyd olunur. Balacaya vurulsun, 1 çıxılsın, 1 bölünsün balaca B-yə. 1 vurulsun, 1 çıxılsın, 1 bölünsün C-yə. A-nın natural bölənlərinin cəmi düsturları var. Yəni düstur var daha doğrusu. Bu yenə də deyirəm, çox qarşımıza çıxmayacaq. Bunu da bildirməyəcəm, amma yerləşdirmişəm ki, göz gəzdirəsiz, öyrənəsiz. Tam bölənlərin cəmi 0-dır. Bunu da dedik ki, tam bölən nədir? Yəni natural bölənin əksidir. 2 ədədin əksi mütləq ki 0 verir də. Məsələn 2 ilə mənfi 2-nin cəmi nədir? 0 verir. Bu səbəbdən də A-nın tam bölənlərin cəmi nəyə bərabərdir? 0-a bərabərdir. Burada bir dənə də misal var. 200-dən kiçik və 200 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmağı deyir. Həll olaraq da nə edirik? Sadə vurğulara ayırırıq. Yuxarıda da bildirmişəm. 2 üstü vurulsun 5 üstü 2-dir. 200-ün sadə vurğulara ayrılışı. Və qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün düsturumuz necə idi? 200-ü, yəni ədədi vururuq, 1 çıxılsın, baxın bu 2 var, 1 çıxılsın 2-də 1, onu da vururuq, 1 çıxılsın 5-də 1. Cavabımız nə olur? 80 olmuş olur. Natural ədədlər bu qədər. İkinci dərsimiz aydınlıq kəsrlər olacaq. Ümid edirəm nəyisə izah edə biləm, ümid edirəm hansısa məqamda dəstək ola biləm. Dediyim kimi, burada məsələn suallar üzərində izahlar çox da olmasa da,
düşünürəm ki, yəni dəstək olmuş ola bilərəm. Yenə də deyirəm, yəni əlavə videolarda çəkib sual izahları falan da paylaşacağam ki, dəstək durum nə isə öyrədə bilim. Bir də çoxsuna maraqlı ola bilər və bildirim ki, bu qaydaları mən Azərbaycanlılar, yəni Azərbaycanlı həmyerlilərimiz tərəfindən çıxarılmış bir tətbiqdən götürürəm. Həqiqətən yaxşı bir tətbiqdir. Abituriyentlərə də tövsiyə edirəm ki, yəni yükləyib faydalansınlar, maraqlansınlar. Təqdimatı özüm hazırlamışam. Tətbiqin adı riyaziyyat düsturlardır. Açıqlamaya qoyacağam. Keçib oradan şəkillərsiniz. İkinci dərs adi və onluq kəsrlərdə, ikinci dərsdə görüşmək ümidi.